Cinsi tərbiyə ayıb deyil. Ayıb olan bu mövzuda susmaq və övladı bilgisiz buraxmaqdır. Sən əgər susursansa, o zaman bu mövzuda internet danışacaq və bir gün sənin övladın Google-dan bu haqqda bir məlumat istəyəcək və onu da xatırladım ki, Google heç bir zaman sənin övladını qorumaq kimi bir funksiyası yoxdur. O sadəcə filtrsiz, travmatik, hər necəsə sənin övladına bu bilgiləri, bu məlumatları ötürəcək. Bəzən uşaqdır, nə başa düşür deyirik, amma görür də, başa düşür və cavablar axtarır. Və nəzərinə çatdırım ki, həmin o cavablar axtardığı çox travmatik və sənin qorxduğundan da daha dəhşətli bir şeylərlə rastlaşa bilər. Cinsi tərbiyə vermək uşaqla sadə və daha dürüst olmaqdır, daha dürüst danışmaqdır. Heç kim bizə demir ki, hər bir şeyi açıq, detallı şəkildə, bütün çılpaqlığı ilə danışmaq. Misal olaraq burada da yalanlar uydururuq özümüzdən. Çox zaman səni leylək gətirib, səni mələklər gətirib və yaxud da bəzən də belə də deyirik, səni qaraçılardan götürmüşük kimi uydurduğumuz yalanlar əslində uşağa şuraltı şəkildə buraxdığımız, ötürdüyümüz bir ilk olaraq onu yalanla tanış edirik. Bu da var. Bu da daha bir travmatik tərəfidir. Cinsi tərbiyə övladınızla sizin aranızda böyük bir güvən hissini sağlayır və ona bir təhlükəsizlik təminatı verir. Əgər sənin də dəstəyə ehtiyacın varsa, biz buradayıq.